Mən sizə kitablarla göstərirəm. İsti soyuq su terapiyasını kitabdan sizə oxumuram. Mən göstərirəm ki, insanlar fayda görsünlər. Demək, baxın. Biri 39 dərəcədir, biri 35 dərəcədir. Götürürük 39 dərəcədən birinci başlayırıq. 2 dəqiqə bütün bədəni isladırıq. Xatırladım ki, boğazdan aşağı olmalıdır. Yəni ki, paltar olmalı deyil əyninizdə. Təbii ki, indi mən paltarla göstərirəm, efir olduğu üçün. Bütün bədəni isladırıq. 2 dəqiqə yavaş-yavaş bunu isladırıq. Bax, belə tökülük bütün bədəni. Sonra keçirik 35 dərəcəyə. Bu 35 dərəcədir. Bu bizə nə verir? Faydaları nədir bunların? Deməli, bədəndə D vitamini yaranmasını mükəmməl təmin edir bu. Bədəndən dəri vasitəsindən toksinlərin, zəhərlərin çıxmasını təmin edir. Xərçəng hüceyrələri burada məhv edir. Bax, bu isti soyuq su terapiyası. İnsanın ruhu dincəlir. Baxın, görürsünüz. İki dənə baçokdur da göstərim ki. 2 dənə baçokdur, 50 litrli, 80 litrli də var. Göstərdim. Sonra keçirik yenə 39'a. Başa tökülmür, boğazdan aşağı. Bax, xərçəng xəstələri, ximioterapiyadan çıxarırsınız. Əliniz, ayağınız uyuşur, bədəniniz uyuşur, keyir. Bax, bunu eləyin. Həqiqi sözümdür, bunu eləyin. Heç olmasa bunu gündə 2 dəfə eləmək lazımdır, səhər axşam. Əgər imkan yoxdursa, heç olmasa 1 dəfə eləyin. Demək, termometrdən biz bunları yoxlamışıq. Bax, bu 39'dur, bu 35'dir. 1 ay bunu eləyirsiniz. 1 aydan sonra artıq keçirik biz 2-ci mərhələyə. Mən məsləhət görürəm ki, 1 ay olmasın. Demək, 2-ci mərhələ olur biri 40, biri 30. Sonra bu ardıcıl olaraq temperatur dəyişə-dəyişə gedir. İndi kim eləmək istəsə ardıcıl müraciət edir, mən başa salaram. Bax belə. Hərəsindən bir 7-8 dəfə bunu eləmək lazımdır. Yenə də deyirəm, bədən paltar olmalı deyil əlinizdə.